Verilişinin bağlandığı iddia olunan Lalə Azərtaş yeni paylaşım edib. Aparıcı təsir dairəsinin bayram çəkilişində lentə alınan fotonu izləyicilər ilə bölüşüb. O paylaşıma şərh yazmasa da, izləyicilər proqramla bağlı suallar ünvanlayıb. Qeyd edək ki, təsir dairəsinin əvvəlcə bağlandığı irəli sürülsə də, sonra təkzib edilib. Müğənni Kamilə Nəbiyeva ilk dəfə övladı ilə bağlı paylaşım edib. İfaçı oğlu Metehanın şəklində paylaşaraq üzünü gizlədib. Fotoda onun həyat yoldaşı Pərvin Fətəliyev də yer alıb. O, ailəsi ilə olan şəkillərə bu şərhi yazıb. Bayramınız mübarək, əzizlərim. Bu bahar bütün evlərə xoşbəxtlik və bol ruzi bərəkət gətirsin. Qəlblərimiz sevgi ilə dolub daşsın. Bizim bayramımız, Novruzumuz, sevincimiz, hər şeyimiz, dünya içində dünyamız Metehan. Hər birinizi təbrik edir. Qeyd edək ki, Kamilə ötən il prodüser Pərvin Fətəliyevlə ailə qurub.